Mövzumuz Amerika 19-cu yüzyılın birinci yarısında, 19-20-ci əsrlərdə Amerika. Amerika 19-cu əsrin əvvəllərində Thomas Jeffersonun prezidentliyi dövründə. Yenədə, onun hakimiyyət dövründə Amerika daha da gücləndi. Louisiana'nı Fransadan aldı. ABŞ birləşdirdi, ərazisi xeyli genişləndirilmişdi və onu gördüyü təbdirlə nüfuzunu artırdı. Dövlət daxilində bir sıra islahatlar keçirdi, tədbirlər. Əmlak senzini ləğv elədi. Borclar və məhbuslar haqqında humanist qanunlar verdi. Vətəndaşların vəziyyəti üçün müsbət addımlar atdı. Ölkəyə köləliyi ləğv etmək istəyirdi. Təşəbbüs elədi buna, köləliyi ləğv etməyə. Amma bunu eləyə bilmədi. Niyə görə? Çünki Cənub ştatlarında etiraz oldu buna. Bilirsiniz ki, Cənub ştatları qullarlıq quruşuna malik idi. Amma ölkəyə qul gətirilməsini qadağan elədi. Fransa ilə münasibətlər. Bilirsiniz ki, birinci İstiqlaliyyət müharibəsində Fransa ABŞ-ın tərəfində idi, onu müdafiə edirdi. Hətta ona kömək göndərmişdi. Amma Fransanın digər dövlətləri apardığı müharibələrdə ABŞ bir tərəf qalmışdı. Yəni Fransaya dəstək olmamışdı. Hətta İngiltərə ticarət əlaqələrini davam etdirirdi. Bu hansı hadisə idi? Napolyon, xatırlayırsınızsa. Napolyon Avropada apardığı müharibələr. Həmin dövrdə ABŞ Fransaya dəstək olmamışdı. Louisiana'nı Fransadan aldı Napolyon. ABŞ-a satmışdı. Bununla da münasibətlər nisbətən qaydaya düşmüşdü. ABŞ Louisiana'nı Fransadan aldı. Bundan sonra burada yazdıq, qeyd etdik. Bundan sonra münasibətlər nisbətən qaydaya düşmüşdü. İkinci İstiqlaliyyət müharibəsi 1812-14. 1812-14-də İngiltərə ilə ABŞ arasında yenidən müharibə başladı. Müharibənin səbəbi nə idi? ABŞ-ın Kanadanı işğal etmək istəməsi. İngiltərənin ABŞ-dakı itirdiyi nüfuzu yenidən bərpa etmək istəməsi. Çünki əvvəllər ABŞ İngiltərə müstəmləkəsi idi, indi İngiltərə onu itirmişdi. Geri qaytarmaq istəyirdi. Buna görə də 1812-ci ildə ABŞ-ın Kanadaya qoşun yeritməsi ilə müharibə başladı. 1812-ci ildə ABŞ-ın Kanadaya hücumuna başladı. Buna cavab olaraq Böyük Britaniya ABŞ-a qoşun göndərdi. Nəticədə onlar Vaşinqtonu ələ keçirdilər. Vaşinqtonu ələ keçirdikdən sonra Amerikalılar yenidən öz istiqlaliyyəti uğrunda mübarizə apardılar. Bu müharibə 1814-cü ildə İngilis qoşunları məğlubiyyətinə başa çatdı və Gent müqaviləsi imzalandı. Belçika ərazisində müqavilənin şərtləri. Müqavilənin şərti ABŞ Kanadadan əl çəkdi, yəni onun İngiltərə aid olduğunu qəbul elədi. Britaniya da Amerikaya öz müstəmləkəsi olaraq baxmaqdan imtina etmiş oldu və aradakı münasibətlər qaydaya salındı. Bundan sonra ABŞ-ın ərazisi daha da genişləndi. Həm 19-cu əvvəllərində, həm də sonlarında daha da genişlənmiş oldu. 1867-ci ildə isə Alyaskanı özünə birləşdirdi. Alyaska Amerikanın şimalında bu hissədə yerləşirdi, şimal-qərbində, bu təxminən bu ərazidə Rusiya məxsus idi. Rusiya isə Kanadada İngiltərənin olduğunu nəzərə alaraq İngiltərə ilə birbaşa sərhəddə malik olmaq istəmirdi. Ona görə də Alyaskanı Amerikaya satdı. Monroe doktrinası. Nə idi Monroe doktrinasının mahiyyəti? Monroe doktrinası 1823-cü James Monroe tərəfindən ortaya atılmışdı. Dünyanın Amerika və Avropa sistemlərinə bölünməsini elan edirdi və Avropa dövlətlərinin Amerika işlərinə qarışmasına qarşı çıxırdı. Xüsusən Avropa dövlətlərinin Latin Amerikada müstəmləkələri vardı. Buna qarşı etiraz edirdi. Amerika, Amerikalıların şüarını ortaya atmışdı.
Şimal və cənub arasındakı fərq. Bilirsiniz ki, Şimal ştatları kapitalist idi, cənub ştatları isə quldar idi. Əslində isə onlar arasında dini fərq də var idi. Şimalda protestant, cənubda isə katoliklər idi. Bu protestan şimalla katolik cənub arasındakı mübarizə sayılırdı. Şimal və cənub arasında olan məsələlər. Eyni zamanda quldarlıq və kapitalist olaraq da ayrılırlar. Baxaq vətəndaş müharibəsi. Prezident seçilen Respublikaçılar Partisinin nümayəndəsi Abraham Lincoln gəldi. Lincoln hakimiyyətə gəlməsə cənub ştatları etiraz edirlər. Çünki Lincoln hakimiyyəti deməli burjuaziya və fəhlələr tərəfindən dəstəklənirdi. Ona görə də 1861-ci ildə cənub ştatları ABŞ-ın tərkibinə ayrılaraq Amerika Ştatlarının Konfederasiyası adlı dövlət qurdular özlərinə. Və bununla da Şimal və Cənub arasında 61-65-ci illərdə vətəndaş müharibəsi başladı. Abraham Lincoln mərkəzdən ayrılan ştatları qiyamçı adlandırmışdı. Aralarında mübarizə başladı. Müharibənin əvvəlində Şimal ştatları məğlub olur. Cənub ştatlarının təchizatı daha yaxşı idi. Amma daha sonra Şimal ştatları, yəni Abraham Lincoln müharibədə qalib gələ bilmək üçün bəzi addımlar atdı ki, bu müharibənin gedişatını dəyişdirdi. Birincisi, 1860-cı ildə homesteadlər haqqında qanun qəbul edildi. Buna əsasən torpaq becərməsi ilə hər bir Amerikalıya cüzi bir ödəniş qarşılığında 65 hektar torpaq sahəsi verildi. Və burada kölə əməyi istifadə olunmamalı idi. Şərt bu idi. İkinci, 1862-ci ildə yenə də azad olma haqqında bəyannamə verildi. Buna əsasən 1863-cü ildə Amerikada, yəni ABŞ-da köləlik ləğv olundu. Bu məsələ cənub ştatlarına daha çox təsir etdi. Çünki köləlik ləğv olunduğuna görə qulların şimala doğru axını baş verdi. Nəticədə cənub ştatlarının həm gücü zəifləmiş oldu, həm də üstünlük keçdi şimal ştatlarına. 1865-də bu qanunlar nəticəsində güclənmiş ABŞ AŞK ordusunu məğlub elədilər və bununla da ölkədə iki hakimiyyətliyə son qoyuldu. 1865-ci ildə şimal ştatları qalib gəldi. Amma müharibəni davam etdirən, yəni daha doğrusu düşmənçiliyi davam etdirən cənub ştatları sui-qəsd nəticəsində Abraham Lincolnu öldürdülər. Amerika İstiqlal müharibəsi birinci müharibədən fərqli olaraq vətəndaş müharibəsi nəticəsində quldarlıq qaydaları tamamilə ləğv edilmişdi. 1866-cı ildə konstitusiyaya əlavə olundu. Yeni bir əlavə olundu. Həmin qanuna görə ölkədə bütün qara dərlilərə ağlarla bərabər mülki və siyasi hüquqlar verilmişdi. ABŞ 20-ci yüzilin əvvəllərində 20-ci əsrin əvvəllərində Amerika sürətlə inkişaf elədi. Hətta sənaye istehsalının həcminə görə Amerika dünyada birinci yer tuturdu. Bunu biz Almaniya və İngiltərə mövzularında demişdik, xatırlayırsınızsa. 20-ci əsrin əvvəllərində Almaniya Avropadakı digər dövlətlər, hətta İngiltərəni ötüb keçdi və sadəcə ABŞ-dan geri qalırdı. Sənayedə yeni sahələr ortaya çıxmış oldu. İnhisar birlikləri olan trestlər yarandı. İnhisar tək əlçilik deməkdir. Yəni geniş hüquqa bir nəfərin və ya bir müəssisənin geniş hüquqa malik olması. Trestlər isə iri xırda və orta müəssisələrin böyük müəssisə ətrafında birləşməsidir. O da bir inhisar formasıdır. Geniş hüquqlara malik olan inhisar formasıdır. 1903-cü ildə dünya iqtisadi böhranı baş verdi. Bu digər dövlətlər kimi Amerikaya da təsir göstərmişdi. Bu zaman islahatlara başladılar. Ən böyük islahat tərəfdarları Theodore Roosevelt və Woodrow Wilson idi. İslahatlar lazım idi ki, ölkə bu iqtisadi tənəzzüldən çıxa bilsin. Deməli, birinci olaraq nə elədi? Trestlər haqqında qanun qəbul olundu. Theodore Rooseveltin hakimiyyət dövründə, prezidentlik dövründə trestlər haqqında qanun. Yəni, trestlərə dövlət nəzarəti qoyuldu. Dövlət nəzarəti onların fəaliyyətinə. Sonra, xarici siyasətdə ABŞ təcridçilik prinsipi təşkil edirdi.
əvvəllərinə, 20-ci əsrin əvvəllərinə qədər təcrid edirik. Yəni özünü digər dövlətlərdən təcrid eləyirdi. Başqa ölkələrdən, başqa dövlətlərdən dünyada baş verən proseslərini təcrid eləyirdi. Amma Theodore Roosevelt'in prezidentin ilk dövrlərindən etibarən ABŞ istəyir ki, söz sahibi olsun. Dünya siyasətində söz sahibi olmağa çalışırdı. Digər dövlətlərə qarşı elə bir siyasət etməyə çalışırdı ki, orada öz mövqeyini möhkəmləndirmiş olsun. Nüfuzunu artırmağa çalışırdı, xüsusən də Latin Amerikası ölkələrində. Burada Avropa dövlətlərini sıxışdırıb çıxartmağa çalışırdı. Böyük dəyənək siyasəti yeritdi. Böyük dəyənək siyasətinin mahiyyəti Latin Amerikasını özündən asılı vəziyyətə salmağa çalışırdı. Yəni, orada həmin ölkələr ABŞ-dan asılı vəziyyətə qalmış olsun. Beynəlxalq aləmdə ABŞ mövqeyini möhkəmləndirməyə çalışırdı. Yəni, onu dünya dövlətinə çevirməyə çalışırdı. Woodrow Wilsonun prezidentliyi dövrünə baxırıq. 1912-ci ildə prezident seçilmişdi. Onun hakimiyyət dövrü yeni demokratiya dövrü hesab olunurdu. Gömrük, bank və maliyyə islahatlar keçirilmişdi. Testlərdə də var bu sual, bu cümlə diqqət edəcəksiniz. Sənaye inhisarları üzrə dövlət nəzarəti gücləndirildi. Yəni, trestlərlə qanun məsələsi. Theodore Roosevelt ilə başlamışdı, bunda da davam etdirildi. Həmin dövrdə Woodrow Wilson prezidentlik dövründə Amerika 1-ci Dünya müharibəsində iştirak eləmişdi. 1-ci Dünya müharibəsini keçəndə deyəcəyik. Həmçinin orada Versal Vaşinqton sistemində də ən böyük əsas söz sahiblərindən biri birincisi Amerika idi. Mövzumuz bu qədər şagirdlər.